Bismillahirrahmanirrahim. Əgər bir qətl varsa, bir faciə varsa, müsibət varsa, onun üzərində işlər gedir. Yəni bunu axtarırlar, araşdırırlar. Bu həm dünyəvi qanunlarda bu cürdür, həm ilahi qanunlarda bu cürdür. Yəni bir hadisə baş veribsə, bunun təfərrüatı ortaya çıxmalıdır. Təbii ki, bu axtarışlar, bu proseslər müəyyən bir zaman alır. Bu 2 günə, 3 günə həll olan bir proses deyil. Bəzən illər buna lazım olur. Bəzən də bir qətlin, bir faciənin, bir müsibətin, bir şəhadətin üzə çıxmağını, daha doğrusu, aşkarda olmaması, həmin hadisə şəhidinin, şəhidəsinin gizlin olması Allahın iradəsinə bağlıdır. Deyirsiniz necə? Bəli, bu cür ola bilər. Bu nəyin təzahürüdür? Bu nəyin göstəricisidir? Bu odur ki, Allah istəyir ki, yəni bu hadisə ilə haqq və nahaqqı bizə göstərsin. Hər şey bizim üçün aşkar olsaydı nə olur? Da hər şey Quranda yazılsaydı, da nə olacaq? Bir mənası olmazdı ki, bu həyatın, bu yaşayışın. Deməli, bəzi məsələlər bizə gizlin olur. Yəni kodlaşdırılmış şəkildə bizə göstərilir. Biz biraz burada beynimizi işə salmalıyıq. Düşüncəmizi, təfəkkürümüzü gücləndirməliyik. Ağıl mexanizmini işə salmalıyıq. Yəni bir dənə gizlin qəbir varsa, deməli bu bizə işarədir. Allah bunu istəyibdir. Əgər 14 əsr bir dənə qəbir yeri məlum deyilsə, bu bilirsiniz nədir? Allah deyir ki, mən göstərirəm, bununla sizə demək istəyirəm ki, haqq və batili tanıyasınız. Yəni qəbrin gizli qalması kimin haqq tərəfində, kimin batil tərəfdə olmasının bir göstəricisidir. Yəni Xanım Zəhranın şəhadəti bizə ulqudur, bizə meyardır, insanlıq imtihanıdır. Həqiqəti dərk eləmək üçün bu imtihandan gərək keçəsən. Allah Taala bizi həqiqi təfəkkür əhlindən, ağılla düşünüb addım atanlardan, Peyğəmbər və onun pak əhl-i beytinə məhəbbət göstərənlərdən qərar versin inşallah.